Azərbaycanın aktiv iştirak etdiyi beynəlxalq tədbirlər sırasında Davos İqtisadi Forumu xüsusi rola malikdir. Bu il 56-cı iclasını keçirən forumda qlobal iqtisadi məsələlər ətrafında ciddi müzakirələr aparılır, panel iclaslar keçirilir. Nüfuzuna görə Davos Forumu yüksək reytinqə malikdir və bu səbəbdən də qlobal müzakirə platformasına çevrilib. Bu forum qitələr arası, eləcə də dünya miqyaslı qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə böyük töhfələr verir. Müasir dövrdə hər bir ölkə iqtisadiyyatı digər ölkələrin iqtisadiyyatları ilə qarşılıqlı əlaqələr, eləcə də beynəlxalq iqtisadi qurumlarla qarşılıqlı əməkdaşlıq sayəsində inkişaf edə bilir. Davos Forumu eyni zamanda iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. Qlobal iqtisadi böhranın milyonlarla insanın yaşayışına, ayrı-ayrı dövlətlərin iqtisadiyyatına təsir edən siyasi münaqişələrin davam etdiyi, ərzaq çatışmazlığı probleminin mövcud olduğu indiki dövrdə siyasi liderləri, iş adamlarını, vətəndaş cəmiyyəti qurumlarının rəhbərlərini bir araya toplayan Davos Forumu bir çox məsələlərin müzakirəsinə və vacib qərarların qəbuluna əlverişli mühit yaradır. Davos İqtisadi Forumu dünyanın ən böyük platformalardan biridir. Nəzərə alsaq ki, Davos İqtisadi Forumu praktik olaraq yeganə tədbirdir ki, dünyanın aparıcı liderlərini, o cümlədən həm dövlət, həm özəl sektorda çalışanları bir araya gətirir. Bu baxımdan təbii ki, Davos İqtisadi Forumu müzakirə baxımından, eyni zamanda layihələrin, imkanların, potensialın təqdimatı baxımından kifayət qədər ciddi bir imkan kimi qiymətləndirilir. Davos İqtisadi Forumu eyni zamanda qlobal məsələləri təsir etməyə, bu istiqamətdə təklifləri və rəylərini təqdim etməyə çalışan bir tədbirdir, qurumdur. Nəzərə alsaq ki, Davos tərəfindən həm də xüsusən də 2026-cı il üçün əsas risklər və çağırışlar da müəyyənləşdirilib, xüsusən geosiyasi risklərin daha da dərinləşəcəyi ilə bağlı proqnozlar və bu istiqamətdə təqdim olunan həm təkliflər, aparılan müzakirələr, həm də Davos İqtisadi Forumunun 2026-cı ildə qlobal iqtisadi siyasətlə bağlı rəylərinin təqdimatına imkan yaradır. Azərbaycan isə Davos Forumunun əsas iştirakçılarından biridir. Dünyanın müxtəlif şirkətləri və ölkələri iqtisadi potensialı baxımından hər il daha da böyüyən ölkəmiz ilə əməkdaşlığa xüsusi diqqət yetirir. Bunun nəticəsidir ki, forumun ilk günündə məşhur şirkətlərin xüsusi xahişi ilə Prezident İlham Əliyev müxtəlif görüşlər keçirib. Braziliyanın aparıcı investisiya banklarından və aktivlərinin idarə edilməsi şirkətlərindən biri olan BTC Pactual, yaşıl enerji sahəsində tanınmış Vestas Wind Systems şirkəti, Ümumdünya Səhiyyə Təşkilatının nümayəndələri, dünyanın ən böyük liman operatorlarından biri olan DP World şirkətlər qrupu, eləcə də Carlsberg qrup kimi aparıcı şirkətlər forumun ilk günündə prezident ilə görüşüblər. Dünyanın aparıcı şirkətlərinin Azərbaycana xüsusi diqqət yetirməsi isə başa düşüləndir. Ölkəmiz yaşıl enerji daxil qeyri-neft sektorunda mühüm inkişaf yolu qət edib və dünyanın ən sürətlə inkişaf edən dövlətlərindən biridir. Bu səbəbdən foruma qatılan şirkətlərin Prezident İlham Əliyevlə görüşə və Azərbaycanla əməkdaşlığa marağı var. Cənab Prezident Davos İqtisadi Forumunda çox fərqli aparıcı şirkətlərin rəhbərləri ilə görüşür. Eyni zamanda dünyanın aparıcı ölkələrinin dövlət və hökumət rəhbərləri ilə də mütəmadi görüşlər olur. Və 2026-cı ildə təşkil edilən Davos İqtisadi Forumunda ilk günündə Cənab Prezident tərəfindən bir neçə aparıcı şirkətin rəhbərinin qəbul edilməsi, müzakirələrin aparılması, Azərbaycanın potensialının təqdim edilməsi, bir tərəfdən aparıcı şirkətlərin Azərbaycan iqtisadiyyatına və Azərbaycanla əməkdaşlığa verdiyi önəmdir. Digər tərəfdən təbii ki, həm də Azərbaycanın qeyri-neft potensialının təqdimatı baxımından yeni bir imkandır. O baxımdan Cənab Prezidentin keçirdiyi görüşlər bir mənalı şəkildə Azərbaycana yeni sərmayələrin cəlb edilməsinə, Azərbaycanın qeyri-neft sektorundakı imkanlarının ən yüksək səviyyədə təqdim olunmasına və ölkə iqtisadiyyatındakı dayanıqlı iqtisadi artımın və eləcə də inklüzivliyin qorunması üçün aparıcı şirkətlərin daha yaxından cəlb edilməsinə imkan yaradacaq.
Həmçinin xatırladaq ki, Azərbaycan 2013-cü ildə Dünya İqtisadi Forumunun iştirakçılarını Bakıda qəbul edib. Dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçılar, ekspertlər, dövlət və hökumət nümayəndələri Bakıda bir araya gələrək bəşəriyyəti narahat edən mühüm iqtisadi məsələləri müzakirə ediblər. Dünya İqtisadi Forumu iqtisadiyyatın rəqabətə davamlılığı baxımından Azərbaycan bu sahədə ardıcıl olaraq 4 il MDB məkanında birinci yerdə qərarlaşıb. Bakıda Davos Forumunun keçirilməsi Azərbaycanın iqtisadi və siyasi qələbəsi və son illər bu sahədə qazandığı nailiyyətlərin nəticəsi kimi qiymətləndirilir. İlk dəfə idi ki, Davos Forumu Qafqaz və Mərkəzi Asiyada keçirilirdi. Region ölkələri arasında Azərbaycanın seçilməsi isə məhz ölkəmizin bölgədə əhəmiyyətini göstərən əsas faktorlardan biridir.